Süni intellekt əsaslı ağıllı elektrik avtomobili Atokar test edilir. Onun texniki imkanları, süni intellekt əsaslı idarə etmə sistemi, alternativ enerji mənbələrinin effektivliyi, yükdaşıma qabiliyyəti və təhlükəsizlik modulları sınaqdan keçirilir. İrəli. Süni intellekt deməli həm səslə işləyir, həm də pultla işləyir. Deməli səs modulu C++ dilində yığılmışdır və kontrol modulu, pult modulu özü C++ dilində yığılmışdır. Süni intellektlə bunların hamısını kombinasiya edib birləşdirib lidar sensoru, məsafə sensorunu süni intellektlə kombinasiya etmişdik. Sınağın nəticələri göstərdi ki, yerli imkanlarla hazırlanan model mühəndislik baxımından stabil performans nümayiş etdirir. Günəş panelli enerji sistemi, biohərəkət sensorları, GPS naviqasiya, həm mexaniki, həm də pult vasitəsilə idarə funksiyaları test mərhələsində özünü doğruldub. Azərbaycanda ilk olaraq bu kargo Atokar layihəsi ilə biz etmişik. Bu layihənin 70 kilo yük daşıyır və GPS sistemi ilə də yükü İstənilən mövqedən istənilən mövqeyə bir A nöqtəsindən B nöqtəsinə rahat bir şəkildə çatdırır. Süni intellekt əsaslı avtomobil modeli Texnologiya Universitetinin tələbələrinin ideya və mühəndis düşüncələrinin məhsuludur. Ali Təhsil Ocağının İnnovasiya Mərkəzinin dəstəyi ilə ərsəyə gətirilib. Süni intellekt əsaslı idarə etmə sisteminə malik olan Atokarın gələcəkdə Respublikamızın müxtəlif sahələrində, xüsusilə də kargo daşımalarında geniş istifadə olunması nəzərdə tutulur. Ümidvaram ki, bu elmi potensialdan istifadə ilə tələbələrlə birlikdə ərsəyə gətirdiğimiz bu məhsulu biz gələcəkdə daha da təkmilləşdirilib, dövlətimizə çox interaktiv və intellektual, innovativ məhsulun verilməsini hədəfləyir. Yan. Xaliq Qurbanlı, Fuad Quliyev, Rəşidə Zülfüqarova, ASTV Xəbər.